Zərdabda ağır yol qəzası olub. Kanal 10 TV Azərbaycan reporta istinadən xəbər verir ki, hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ 21099 və Land Rover markalı minik avtomobilləri toqquşub. Qəza zamanı VAZ 21099-un sürücüsü Abdullayev Azər Cəlaloğlu aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.